Böyümə titrayışları, bu həqiqətdirmi və bütün bu prosesi necə keçmək olar? Təəssüf ki, elm hələ də bu prosesi necə izah etməyi bilmir, amma böyümə titrayışları həqiqətən də mövcuddur. Və adətən onlar 4-cü həftədən 6-cı həftəyə qədər, sonra isə 3, 6, 9 və 12 aylıq dövrlərdə baş verir. Müxtəlif mənbələrdə müxtəlif rəqəmlər göstərilir, amma təxminən bu aralıqdadır. Burada bizim bilməli olduğumuz nədir? Böyümə titrayışı o demək deyil ki, uşaq birdən kaprizli olmaq qərarına gəlib ya da nə bilim, onda hansısa geriləmələr başlayır. Çünki valideynlər çox vaxt, xüsusilə də 6 aydan sonra əlavə qidalanma başladıqda, uşağın yeməyi dayandırmasını və ya başqa bir şeyi sanki əlavə qidadan geriləmə baş verilmiş kimi qəbul edirlər. Yəni, bu uşağın nəsə düzgün getməməsi ilə bağlı deyil. Əksinə, bu uşağın daha çox seçim və funksiyalara sahib olması ilə bağlıdır və o onlara biraz uyğunlaşmaq öyrənir. Həmçinin müşahidə olunub ki, məhz bu böyümə titrayışları zamanı uşaqlar çəkilərini çox yaxşı artırırlar, yəni əvvəlkindən xeyli çox. Yəni, kobud desək, böyümə titrayışları, bu beynin yeni gələn məlumatlara uyğunlaşma prosesidir. Bax belə. Ona görə də bizim əsas vəzifəmiz valideyn olaraq biraz sakitləşmək və ən əsası başa düşməkdir ki, bu hər şey keçəcək, bu müvəqqəti bir prosesdir. Və bizim əsas vəzifəmiz, əvvəlki videolarda sizə danışdığım kimi, uşağı yedizdirmək, sevmək, öpmək və əlbəttə ki, mümkün qədər çox yatmasına şərait yaratmaqdır.